Salam, hər vaxtınız xeyirli olsun dəyərli tələbələr. Biz bu videomuzda qəbul baxımından çox vacib dərslərdən biri olan say sistemlərinə baxacağıq. Say sistemləri nədir, nədən bəhs edir və say sistemlərində biz nəyi bilməliyik? Bu videomuzda buna aid olan hər bir şeyə bir diqqət yetirəcəyik. Əvvəlcə biz baxaq ki, say sistemləri nədən bəhs edir? Say sistemləri bəhs edir ədədlərdən, ədədlərin yazılış qaydalarından bəhs edən bir bölmədir say sistemləri. Ədədlər bəs nə vasitəsilə yazılır? Təbii ki, rəqəmlər vasitəsilə yazılır. Ta ki, mən sizə deyirəm ki, 65 yazmaq lazımdır. Siz əgər 65-i söz kimi belə yazsanız, bu say sistemi olan deyil. Çünki niyə? Çünki burada hərflər var, rəqəmlər yoxdur. Amma 65 bu formada olsa, onda say sistemləri sayıla bilər. Çünki burada 6 və 5 rəqəmlərdir. Deməli, say sistemləri nə oldu? Ədədlərin rəqəmlər vasitəsilə yazılış qaydaları olmuş oldu. Və indi biz baxmalıyıq ki, hansı say sistemlərimiz mövcuddur? Hansı, deməli, say sistemlərimiz mövcuddur? Gəlin buna baxaq. Və var bizdə mövqeli və mövqesiz say sistemləri. Deməli, bölünür ki, hansı mövqesiz və mövqeli. Əvvəlcə biz baxaq ki, mövqesiz say sistemləri nədən bəhs eləyir? Baxın, Rum və yaxud da Roma rəqəmləri var. Bunu hər birimiz görmüşük. Ta ki, bax, bu 12, düzdürmü? 12-dir və yaxud da ta ki, bu L 50-dir, X 10-dur. 50, 10 nə oldu? 60 oldu, düzdürmü? Bir dənə olsun, belə bir şey. Ta ki, S, X, 1. Bax, bunlar hər biri fərqli. Bu 12-dir, baxın, bu 12-dir, bu 60-dır, bu isə 111-dir. Nə deməkdir mövqesiz? Baxın, burada X hərfi 10'u bildirir. Əvvəldə gələndə də 10'dur, sonda gələndə də 10'dur, ortada olanda da 10'dur. Yəni, bunun mövqeyinin heç bir əhəmiyyəti yoxdur. Harada gəlsin, bu həmişə, X həmişə olur 10. Və yaxud da ta ki, L. L nədir? 50, düzdürmü? Əvvəldə gəlsin, sonda gəlsin, heç bir fərqi yoxdur. Bunun yerinin heç bir əhəmiyyəti yoxdur. Harada olur olsun, bu həmişə 50'ni bildirir. Ta ki, S həmişə 100'dür. Fərqi yoxdur. Əvvəldə, sonda heç bir fərqi yoxdur. Əgər rəqəmin qiyməti onun durduğu yerə görə dəyişmirsə, bunu deyirlər mövqesiz say sistemləri. Buna bağlı sizə ayrı bir sual verən deyirlər. Bir dənə sual verirlər ki, hansı say sistemləri mövqesizdir? Roma və yaxud da Rum say sistemləri olur mövqesiz say sistemləri. Bizə ən lazımdır mövqeli say sistemləri. Bəs hansılar mövqeli say sistemləridir? Deməli, mövqeli say sistemləri nə deməkdir? Ədədin rəqəminin qiyməti mövqeyə görə dəyişir. Nə deməkdir bu? Ta ki, 213, 123, bir dənə olsun 312. Bax, 2 rəqəmi. Deməli, təklik, onluq, yüzlük. Burada bu nəyi bildirir? Burada bu yüzlüyü bildirir. 213. Yəni, burada 2 dənə yüzlüyü var. Burada oldu 2 yüzlük, düzdürmü? 123. Burada nəyi bildirir? 2. Onluğu bildirir. Burada 2 dənə onluq var. Bax, mənası dəyişdi. Burada oldu 100, burada oldu 10. Yəni, burada oldu yüzlük, burada oldu onluq. 312. Bəs burada nəyi bildirir? 2. Təbii ki, 2 dənə burada təklik olduğunu bildirir. Yəni, ədədin rəqəminin qiyməti mövqeyə görə dəyişirsə, bu olur mövqeli. Dəyişmirsə, olur mövqesiz. Və hörmətli xanımlar və bəylər, hansı mövqeli say sistemləri var? Biz ona baxaq. Deməli, biz baxırıq indi mövqeli say sistemlərinə. Mövqeli. Aha, baxın, ən əsas bizə lazım olanlar 2'li, 8'li, 10'luq və 16'lıq say sistemləridir. Ümumiyyətlə, bugünkü dərsimizin mövzusunda hansı başlıqlar var? Birincisi, say sistemlərinin tərifi. Baxın, bir oldu nə? Bir oldu say sistemlərinin tərifi. Buna baxdıq. Sistemlərin tərifi. İkinci oldu, deməli, mövqeli və mövqesiz say sistemləri. Biz buna baxdıq. Mövqeli və mövqesiz. Üçüncü olacaq indi say sistemlərinin rəqəmləri. Say sistemlərinin rəqəmləri. Dördüncü olacaq say sistemlərində rəqəmlərin yaddaşda tutduğu yerlər. Yəni, say sistemlərindəki rəqəmlər yaddaşda nə qədər yer tutur? Deməli, yazaq say sistemlərinin tutduğu yer. Yəni, yaddaşda tutduğu yerlər. Və 5-ci də olacaq bir say sistemindən digər bir say sisteminə keçid qaydaları. Keçid qaydaları. 5 yerə bölünür. Baxın, keçid qaydaları. Biz deməli, say sistemlərinin tərifindən danışdıq.
mövqeli və mövqesiz say sistemlərindən danışdıq. İndi baxırıq nəyə? İndi baxırıq say sistemlərinin rəqəmlərinə görə hansı rəqəmlərimiz var. Deməli, gəl indi bunu buradan yazaq. 2'li, 8'li, 10'luq, 16'lıq. Bizə 4 dənə say sistemi lazımdır. Qanunlar bizə çox da lazım olan deyil. 2'li, 8'li, 10'luq, 16'lıq. Və bir də var say sisteminin əsası. Sual verilir ki, 10'luq say sisteminin əsası nədir? 10'luq say sistemində olacaq 10, 16'lıqda olacaq 16, 8'lidə olacaq 8, 2'də də olacaq 2. Yəni hər bir say sisteminin əsası onun özünə bərabərdir. Bunu yadda saxlamaq lazımdır. Bu çox vacib bir məsələdir. Və say sistemlərində nə qədər rəqəmlər var? Bax, ikili say sistemində 2 dənə rəqəm var. 2 dənə. 8'likdə 8 dənə. 10'luqda 10 dənə. 16'lıqda 16 dənə rəqəm var. 2 dənə rəqəm var. Bunlar hansı rəqəmlər ola bilər? Sıfırdan başlayır. 0, 1. Deməli, 2 dənə rəqəm oldu mu? Baxın, 0 və 1. Düzdürmü? Hər şey qaydasındadır. 1 oldu 0, 1 oldu 1. Bax, hər şey qaydasındadır. İkili say sistemində 2 dənə rəqəm var. 8'likdə bəs nə qədər rəqəm var? Təbii ki, 8 dənə. Hardan başlayır? 0-dan 0, 1, 2, 3, 4, 5, 6, 7. Bax, 8 dənə oldu. Baxın, 0, 1, 2, 3, 4, 5, 6, 7. İndi sizə sual versələr ki, 8'li say sistemində ən böyük rəqəm hansıdır? Biz nə deməliyik? Deməli ki, ən böyük rəqəm 7'dir. 7'dir. Bəs ikili say sistemində ən böyük rəqəm hansıdır? 2 deyil, 1'dir. Bax, ən böyüyü 1'dir. Ən kiçiyi 0'dır. 8'likdə ən böyük oldu 7. Deməli, ən kiçiyi oldu 0. Hər bir say sistemində ən kiçik simvol 0'dır. Hər bir say sistemində bu həmişə belədir. Amma ən böyük rəqəm bəs nə olur? Özündən bir vaid aşağı. Yəni 8'likdə ən böyük olur 7, 2'likdə ən böyük olur 1 və s. Və biz dedik ki, 10'lu say sistemində də 10 dənə rəqəm olmalıdır. Hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Deməli, 10'lu say sistemində ən böyük rəqəmimiz oldu nə? Ən böyük rəqəmimiz oldu 9. Ən kiçik oldu 0. Və 10'lu say sistemində 10 dənə rəqəm var. Düzdürmü? Və gəldi nəhayət 16'lı say sisteminə. Burada təbii ki 16 dənə rəqəm olmalıdır. Amma biz bilirik ki 9'dan sonra bizim rəqəmlərimiz bitir. Bax 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Amma biz demişik 16 dənə olmalıdır. Bax, ilk 10 dənəsi 10'luqla eynidir. 0'dan 9'a qədər eynidir. Amma 16 dənə olmalıdır. Mən bura 10 yazsam, bu bir dənə rəqəm deyil axı, bu 1 0'dır. 2 dənə rəqəmdir. Mənə bir dənə rəqəm lazımdır ki, onu əvəz eləsin. Amma 1 0 kimi yazılmasın. Bəs bu hansıdır? Təbii ki, biz 10 yazmırıq. Onun əvəzinə A yazırıq. A. Yəni 10'lu say sistemində olan onu əvəz eləyir. 16'lıqda olan A, 10'lu say sistemində olan 10 ona bərabər, yəni 1 0'a bərabərdir. Aha. Biz indi 11 yazmırıq. 11 yerinə yazırıq ki, B. 12 yerinə yazırıq C, 13 yerinə yazırıq D, 14 yerinə yazırıq Y, 15 yerinə yazırıq F. Bax, 16 dənə tamamlandı. 10 dənə oldu 0'dan 9'a qədər. 11'incisi oldu A, 12'incisi oldu B, 13'üncüsü oldu C, 14'üncüsü oldu D, 15'incisi oldu Y, 16'ncısı oldu F. 16 dənə rəqəm var. Amma ən böyüyü hansıdır? Ən böyüyü F'dir. F burada hərf yox, rəqəmdir. A, B, C, D, Y bunlar. A, B, C, D, Y, F. Bunlar hərflər yox, rəqəmlərdir. Yəni A burada onu neyir? Onu əvəz eləyir. B 11'i, C 12'ni, D 13'ü, Y 14'ü, F 15'i əvəz eləyir. Yəni mənə sual versələr ki, 16'lıqda ən böyük rəqəm hansıdır? Biz 15 demirik. Biz deyirik F'dir. Bəzən tələbələr sual verirlər ki, mən F'in yerinə 15 yaza bilərəmmi? Xeyr. Bax, belə bir sual verək. Əgər 15 yazmaq olurdusa, bu F mənim nəyimə lazımdır? Elə 1-5 yazardım və salam da. Çünki 1-5'də 2 dənə simvol var. Bir dənə simvol yoxdur ki, 1-5. Amma F'də bir dənə simvol var. Onun üçün də F'in yerinə belə 1-5 yazmaq səhvdir. Nə olmalıdır? Olmalıdır F. 16'da ən böyük oldu F. Ən kiçik oldu 0. Hər bir say sistemində ən kiçik simvol 0'dır. Ən böyük simvol onun özündən bir vaid aşağı. Aha, belə. Biz bunu da tamamladıq. Əgər sizdə bununla bağlı bir sual varsa, yorumlarda bunu sual verə bilərsiniz təbii ki. Mən maksimum dərəcədə əgər suallar qalsa, sizə kömək eləyəcəm.
Deməli, biz danışdıq nədən? Biz danışdıq say sistemlərinin rəqəmlərindən. İndi keçirik 4-cü başlığa. Say sistemlərində rəqəmlərin yaddaşda tutduğu yerlər. Nə qədər yer tutur? Baxın, hörmətli xanımlar və bəylər, gəlin belə bir şey eləyək. Mən buranı belə buradan ayırdım, düzdürmü? Buranı belə ayırdım. Məsələn, 2-li, 8-li, 16-lı. Bunlarda qayda eynidir. Amma 10-luqda qayda bunlardan fərqlidir. Bəs niyə? Çünki 2, 8 və 16 2-nin tam qüvvətləridir. Bəs tam qüvvət nə deməkdir? Yəni 16 2 üstü 4, düzdürmü? 2 üstü 4-dür. 8 2 üstü 3-dür. 2 2 üstü 1-dir. Aha, indi biz baxırıq bura. Bax, 2-li say sisteminə baxırıq. 2 bərabər nədir? 2 üstü 1-dir. Qüvvətdə olan nədir? 1, düzdürmü? 1. Deməli, bu say sistemində hər bir simvol yaddaşda nə qədər yer tutur? 1 bit yer tutur. Byte yox, bit. Niyə? Çünki qüvvətdə olan həmişə bit göstərir. 3 bit, 4 bit, 5 bit və s. Məsələn, ikili say sistemində 1, 0, 2, 0, 1 yazıblar. Belə bir şey yazmaq olarmı? Təbii ki, xeyr. Niyə olmaz? Çünki ikili say sistemində ancaq 0 və 1-lər var axı. Burada 2 yazmaq olmaz. Onun üçün də bu yazılış səhvdir. Amma 1, 0, 0, 1, 0 yazmaq olarmı? Olar. Çünki ancaq 0 və 1-lərdən təşkil olunmuşdur. İndi biz baxaq ki, bu ədədi yaddaşda nə qədər yer tutur? 2 bərabər nə idi? 2 üstü 1-dir. Deməli, hər bir simvol yaddaşda 1 bit yer tutur. Bax, bu 1 bit, bu 1 bit, hərəsi 1 bit, bu 1 bit, bu 1 bit, bu 1 bit. 1, 2, 3, 4, 5. 5 dənə 1 nə oldu? 5 bit. Deməli, bu yaddaşda 5 bit yer tutmuş oldu. Başqa bir sual versin. Məsələn, tutaq ki 1, 1, 0, 1, 1, 0. Hər bir rəqəm yaddaşına qədər yer tutur. İkili say sistemi olduğu üçün 2 də bərabərdir. 2 üstü 1 olduğu üçün hər bir rəqəm yaddaşda 1 bit yer tutur. Hərəsi 1 bit. Bax, 1, 2, 3, 4, 5, 6 dənə rəqəm var. Hərəsi 1 bitdir. 6 vur 1, 6 vur 1, 6 bit yer tutmuş oldu. Bax, biz bunu bildik, düzdürmü? Hər şey çox sadədir. Biz nə edirik? Bir rəqəm nə qədər yer tutursa, onu vururuq bütün rəqəmlərin sayına. Əgər 10 dənə rəqəm varsa 10 bitdir, 15 dənə rəqəm varsa 15 bitdir və s. Bu qədər sadə. Yəni, burada heç bir problemi bir məsələ yoxdur təbii ki. Və indi, hörmətli tələbələr, biz baxırıq sual, daha doğrusu, baxırıq 8-li say sisteminə. 8 nə idi? 8 bərabərdir. 2 üstü 3-dür. Deməli, hər bir simvol yaddaşda 1 bit yox, 3 bit yer tutacaq. Axı, qüvvətli olan nədir burada? 3, düzdürmü? 7, 0, 4, 4. Harada verilib? Verilib 8-li say sistemində. Bax, hər bir simvol 3 bitdir. Bax, 7 də nə qədər yer tutur? 3 bit. 0 nə qədər yer tutur? 3 bit. 4 nə qədər yer tutur? 3 bit və 4 yer tutur? 3 bit. 1, 2, 3, 4. 4 dənə 3 bit. Nə qədər oldu? 4-ü vurduq. Nəyə? 4-ü vurduq 3-ə. Oldu 12 bit. Deməli, bu ədəd yaddaşda 12 bit yer tutmuş olur. Və yaxud da, tutaq ki, verib ki 5, 0, 2, 6, 7. Düzdürmü? Harada? 8-li say sistemində. Biz baxırıq ki, burada nə qədər simvol var? 1, 2, 3, 4, 5. 5 dənə simvol var. Hərəsi nə qədər yer tutur? 8 bərabərdir. 2 üstü 3 olduğu üçün hərəsi 5 bit daxil. 5 dənə 3. Olur 15 bit. Və salam, bu qədər sadə uşaqlar. Bu qədər sadə və bu qədər rahat. Və indi keçirik 16-lıq say sisteminə. Bəs 16 nəyə bərabərdir? 16 bərabər 2 üstü 4-dür. Deməli, burada hər bir simvol 4 bit yer tutur. Mən nə edirəm? Simvolları sayıram, vururam 4-ə. Bir simvolun tutduğu yerə. Ta ki, verib ki, A, 0, F, 3, 5. Bax, fərqi yoxdur. A-dır, 0-dır, F-dir, 3-dür. Mənə simvolların sayı maraqlıdır. Nə qədər simvol? A, 0, F, 3, 5 var. 5 dənə simvol. Hərəsinə qədər yer tutur 4 bit. 5-i vurdum 4. Oldu 20 bit. Düzdürmü? 20 bit. Baxın, byte yox ha. Burada çox diqqətli olmaq lazımdır. Qüvvətdə olan ədəd həmişə bitdir, byte deyil. 16 2 4 olduğu üçün bir simvol yaddaşda 4 bit yer tutur. A, 0, F, 3, 5. Hərəsi oldu 4 bit. 5 dənə 4 oldu 20. Və yaxud da, verib ki, A, S, 2, 3, 6, bir də olsun da ki, B. Bax, harada? 16-lıq say sistemində. 16 nədir? 2 üstü 4-dür. Deməli, hər simvol 4 bitdir. A, S, 2, 3, 6, B. Nə qədər simvol oldu? Oldu 6 dənə simvol. 6-nı vurdum 4-ə. Oldu 24 bit. Və salam uşaqlar. Bu qədər sadə. Və nəhayət keçdik 10-luq say sistemində ədədlərin yaddaşda tutduğu yerlərə. Baxın, 10 özü 2-nin tam qüvvəti deyil axı, düzdürmü? 2 üstü 3,
8'dir. 2 üstü 4 16'da. Amma bəs 10 nəyə bərabərdir? 2 üstü nəyə bərabərdir? Bu tam ədəd deyil, düzdürmü? Onun üçün burada qayda bunlardan fərqlidir. Bu qayda necə olmalıdır uşaqlar? Baxırıq ki, onlu say sistemində olan ədədlər yaddaşda nə qədər yer tutur? Biz burada nəyi bilməliyik? 2-nin qüvvətlərini bilməliyik. 2 üstü 0 nədir uşaqlar? 1, düzdürmü? 2 üstü 1, 2-dir. 2 üstü 2 nədir? 4-dür. 2 üstü 3 nədir? 8-dir. 2 üstü 4 nədir? 16-dır. 2 üstü 5, 32-dir. Hara qədər bəs bilmək lazım uşaqlar? 2 üstü 10-a qədər bilmək bəs eləyir. 2 üstü 6 nədir? 64-dür. 2 üstü 7 nədir bəs? 128'dir. Bunları bilmək lazım. 208, 256'dır. 209, 512'dir. 210, 1024'dür. Aha. İndi bəs bunlar bizim nəyimizə lazımdır? Ta ki onlu sayəsində verib ki 71. Deyir bu ədəd yaddaşda nə qədər yer tutur? Mən baxmalıyam ki 71 ədədi bu qüvvətlərdən hansının arasında yerləşir? Təbii ki 71 64 ilə 128'in arasında yerləşir. Yəni 71 nədir? 64-dən böyükdür. 128-dən balaca, düzdürmü? Biz baxırıq ki, bunların böyük olan hansıdır? 64 yoxsa 128. Təbii ki, böyük olan 128'dir. Biz böyük olana baxırıq həmişə. 128 nəyə bərabərdir? 2 üstü 7-yə bərabərdir. Deməli, bu ədəd yaddaşda 7 bit yer tutur. Bir dənə sual verim sizə buna bağlı. Tutaq ki, verib ki, 121 deyir bu ədəd yaddaşda nə qədər yer tutur? 121 harda yerləşir? 64 və 128'in arasında yerləşdiyi üçün biz baxırıq ki, böyük olan nədir? 128'dir. Bəs bu nəyə bərabərdir? 2 üstü 7-yə bərabərdir. Deməli, 7 bit yer tutur bu ədəd. Yəni 121'də olan rəqəm sayı mənə maraqlıdır. Yəni 1, 2, 1, 3 rəqəmlidir. Amma rəqəm sayını bilmək mənə maraqlı deyil. O harda maraqlı idi? 2'li, 8'li və 16'lı say sistemlərində maraqlı idi. Amma onluqda maraqlı deyil təbii ki. Deməli, mən bildim ki, bu ədəd yaddaşda 7 bit yer tutur. Və hörmətli xanımlar və bəylər, bir dənə sual verin buna bağlı sizə. Verib ki, tutaq ki 79. 79 olmasın, qoy fərqli bir şey olsun. Olsun tutaq ki 247. Deyir, bəs bu nə qədər yer tutur? Bax, 247 harda yerləşir? Təbii ki 128 və 256 arasında yerləşir. 2'nin qüvvətlərindən. Buradan böyük olan hansıdır? 256'dır. Bəs bu nəyə bərabərdir? 2 üstü 8'ə bərabərdir. Deməli, bu ədəd yaddaşda 8 bit yer tutur. Bu qədər sadə. Və indi isə hörmətli xanımlar və bəylər, bir məsələ var. Verir ki 64 özü nə qədər yer tutur? 64 harda yerləşir? Bax, 64 özü nədir? 2'nin tam qüvvətidir. Arasında yerləşmir. 64 2 üstü 6, düzdürmü? Bax, 2'nin tam qüvvətlərinin özünü verəndə qüvvətindən 1 vahid yuxarı yer tutur. 64. 2 üstü 6 olduğu üçün 6 yox, 6'dan 1 vahid çox. 7 bit yer tutur. 7 bit. Bax, da ki verib ki 128. Nəyə bərabərdir bu? 2 üstü 7'ye bərabər, düzdürmü? 2 üstü 7'ye bərabər olduğu üçün 7 yox, 7'dən 1 vahid yuxarı, yəni 8 bit yer tutur. Harda? Onlu say sistemində. Qanunlarında yox. Ancaq onluqdan söhbət gedir. Ta ki verib ki 1024. 1024 nəyə bərabərdir? 2 üstü 10'a bərabərdir. Onun üçün də 10 yox, nə qədər yer tutar? 11 bit yer tutar. 2 üstü 10 olduğu üçün 11 bit yer tutmuş olar. Hörmətli xanımlar və bəylər. Bir dənə dediyim sizə, ta ki 16 verib. 16 nədir? 2 üstü 4'dür. Deməli, 4 yox, 5 bit yer tutar. Bəs 19 nə qədər yer tutar? Hə, 19 2'nin tam qüvvəti deyil, düzdürmü? Bəs harda yerləşir? 16 və 32 arasında yerləşir. 16 və 32 arasında olduğu üçün biz baxdıq ki, böyük olan hansıdır? Böyük olan 32'dir. Bəs 32 nəyə bərabərdir? 2 üstü 5'dir. Deməli 5 bit yer tutar. Düzdürmü? Amma 32'nin özü 2 üstü 5'də 6 bit yer tutar. Çünki 32 2'nin tam qüvvətidir, amma 19 deyil. Tam qüvvəti olmayanda mən baxıram ki, bu harda yerləşir. Onlardan böyük olanın qüvvəti qədər yer tutur. Yox, əgər 2'nin tam qüvvətinin özü verilibsə, 16, 64 və s. qüvvətindən bir vahid böyük olanı götürürük. Və hörmətli tələbələr, artıq buna da baxdıq və biz baxdıq ki, say sistemlərində rəqəmlərin yaddaşda tutduğu yerlər və qaldı bu dərsin sonuncu bölməsi olan say sistemlərində birindən digərinə keçid qaydaları. Və keçid qaydaları
əslində çox sadədir. Mən sizə burada nəyi bilmək lazımdır? Hamısını bir-bir deyəcəm. O üçün gəlin bu hissəni buradan təmizləyək. Qoy rahat olsun. Aha. Deməli, keçid qaydaları. Ən əsas bizim 2 dənə qaydamız var. Düzdür, indi əlavə bəzi qaydalar da var. Onları mən sizə deyəcəm. Amma ən əsas 2 dənə qaydamız var. Hansıdır? Biri onluqdan digər say sistemlərini keçmə, onluqdan da ki 2-liyə, 8-liyə, 16-lığa. Bir də ki, digərlərindən onluğa keçmə. Yəni 2-dən, 8-dən və 16-dan onluğa keçmə. Əvvəlcə biz baxaq birinci qaydamıza, yəni onluqdan digər say sistemlərinə keçmə qaydamıza. Birinci qayda, ikinci qayda. Yəni indi mən burada birinci, ikinci deyirəm, amma fərqi yoxdur. Yəni birinci bu da ola bilər, ikinci bu ola bilər. Heç bir fərqi yoxdur. Baxın, onluq say sistemindən digər say sistemlərinə keçən zaman bölmək lazımdır. Bəs nəyə bölmək lazımdır? Onluqdan 2-liyə keçən zaman 2-yə bölmək lazımdır. 2-yə bölmək. Nə deməkdir bu? Tutaq ki, verir ki, onluq say sistemində 19. Deyir bu, 2-li say sistemində nəyə bərabər olar? Yəni onluqdan çevirmək lazım nəyə? Onluqdan 2-liyə. 19-u biz bölürük 2-yə, düzdürmü? Nə qədər yerləşir? 9 dəfə. 9 dəfə 2 oldu 18. Çıxdım qaldı 1. Qalığı aldım dairəyə. 9 yenə bölünür 2-yə? Bəli, bölünür. 9-u böldüm 2-yə. Nə qədər olur? Olur 4 dəfə. 4 dəfə 2 oldu 8. Qalığı çıxdım 1. Sonra 4 yenə bölünür 2-yə. 4-ü böldüm 2-yə. Qaldı 2 dəfə. 4. Qalığı qaldı 0. 2 yenə bölünür 2-yə. Təbii ki, bölünür. 2-ni böldüm 2-yə. Düşür 1 dəfə. 2. Qalıq 0. Baxın, artıq bu 1 bölünmür 2-yə. Çünki 1 2-dən balacadır. Artıq burada nə edim? Yekunlaşdırdım. İndi mən nə edirəm? Sondan əvvələ doğru bütün qalıqları yazıram. 1 daxil olmaqla. Sonuncu bölünməyən nədir? 1-dir. 1 özü də daxildir. Bax, 1, 0, 0, 1, 1. Nə oldu? 1, 0, 0, 1, 1. Həmişə sondan başlamaq lazımdır. Əvvəldən başlamaq səhvdir. Bax, 1, 0, 0, 1, 1. Oldu bizim onluqdan 2-liyə keçmə qaydamız. Bir də mən sizə deyim, ki, verir ki, 27 onluqda. Deyir bu, 2-likdə nəyə bərabərdir? 27-ni bölməliyəm nəyə? Təbii ki, bölməliyəm 2-yə. Düşür, deməli. 13 dəfə. 13 dəfə 2 oldu 26. Çıxanda qalıq 1. 13-ü böldüm 2-yə. Düşür, deməli 6 dəfə. 6 dəfə 2, 12. Qalıq çıxdım 1. 6-nı yenə böldüm 2-yə. Oldu 3 dəfə. 3 dəfə 2, 6. Qalıq çıxdım 0. 3-ü yenə böldüm 2-yə. 1 dəfə 2. Qalıq çıxdım 1. Baxın, bu sonuncu bölməyən nədir? Bu 1-dir, düzdürmü? Bu 1 bölünmür. Amma bu 1-in özünü də götürürəm. 1, 1, 0, 1, 1. Deməli, mən bildim ki, 27 onluq say sistemində veriləndə bunu 2-yə çevirəndə alınır 1, 1, 0, 1, 1. Harada? 2-li say sistemində. Bunu bildik. Buna bağlı bir problem yoxdur. Baxın, onluqdan hər hansı bir say sistemində fərqi yoxdur. 2, 8, 16. Onluqdan keçirirsə bölməliyik. 2-yə keçəndə böldü nəyə? 2-yə. İndi onluqdan keçirik 8-liyə. Bəs indi nəyə bölməliyik? Təbii ki, bölməliyik 8-ə. Nəyə keçirirsə həmin ədədə bölmək lazımdır. Ta ki, onluqdan keçirik 8-liyə. Verir ki, onluqda 71. Deyir bu 8-likdə bəs nəyə bərabərdir? 71-i bölməliyəm 8-ə. Eləyir 8 dəfə 64. Çıxdım qaldı 7. 8 yenə bölünür 8-ə. Oldu 1 dəfə 8. Qaldı 0. Artıq bu 1 bölünmür 8-ə. Onun üçün oldu 1, 0, 7. Mən qalıqları yazdım. Oldu 1, 0 və 7. Cavabımız oldu 1, 0, 7. 8 say sistemində. Bir dənə də buna bağlı sizə bir şey deyim. Ta ki, verib ki 94 onluq say sistemində. Deyir, bunu çevirin 8-liyə. Onda bəs nə etmək lazımdır? 94-ü bölməliyəm 8-ə. Eləyir 11 dəfə 88. Qalıq çıxdı 6 qaldı. Sonra 11-i yenə böldüm nəyə? 8-ə. Eləyir 1 dəfə 8. Qalıq qaldı 3. Artıq bu 1 bölünmür. Amma 1 özü daxildirmi? Bəli. 1, 3, 6. Və salmış olar belə. 1, 3, 6 oldu 8-liyə. Və gəldik burada sonuncu qayda olan onluqdan 16-ya keçmə qaydasına. İndi bəs nəyə bölmək lazım? Təbii ki, 16-ya keçdiyimiz üçün 16-nın özünə bölmək lazım. Ta ki, verir ki, 57.
onlu say sistemində. Deyir bu 16-lıqda nəyə bərabərdir? 57-ni bölməliyəm 16-ya. Düşdü. 3 dəfə 16 48. Qaldı nə qədər? Qaldı 9. Bəs 3 16-ya bölünürmü? Təbii ki, xeyr. Oldu 3 9. Vəssalam, cavabımız oldu 3 9. Harda? 16-lıqda. Bu qədər sayılır. Bir dənə deyim buna bağlı sizə. Tutaq ki, verib ki 87 onluqda deyir. Bunu çevirin 16-lığa. 87-ni bölməliyəm təbii ki 16-ya, düzdürmü? Düşün nə qədər? 5 dəfə. 5 dəfə 16 80. Qaldı 7. Cavabımız oldu 5 7. Yəni 5 7 16-lıqda. İndi burada çox önəmli bir məsələ var, hörmətli tələbələr. Bunu da mən sizə qeyd eləməliyəm. 100% bu vacib olan bir məsələdir. Baxın. Sual verir ki, 167 onluq sayəsində veribsə, bəs 16-lıqda bu nəyə bərabərdir? 167-ni bölməliyəm təbii ki 16-ya, böldüm 16-ya. Nə qədər ki 10 dəfə 16 160 qaldı 7, düzdürmü? Amma 10 özü 16-ya bölünmür. Əgər mən bura 17 yazsam səhvdir. Bunu yazmaq səhvdir. Nə etmək lazımdır? Bax 10 hansı hərf idi? A idi. 10 A idi, 11 B idi. Düzdürmü? 12 S idi, 13 D idi və s. Bax mən burada 17 yazmaq əvəzinə yazmalıyam ki A 7. Yəni onun yerinə A yazdım. 7'si oldu olduğu kimi. A 7. Harda? 16'lıqda. Məsələn, bir dənə sual versin bizə 171. Deyir bunu çevirin 16'lığa. Bölməliyəm 16'ya. Düşür 10 dəfə. 10 dəfə 16 160. Qaldı 11. Düzdürmü? Bax mən bu 10'un yerinə A yazdımsa bu 11 yerinə nə yazmalıyam? Təbii ki B. A, B. Cavabımız oldu A, B. Və salam. Belə hörmətli tələbələr. Artıq bunu da bilmiş olduq. Və indi nə edirik? Artıq biz onlu say sistemindən digər say sistemlərinə keçməyin yolunu bildik. Bölmək lazımdır. 2-yə, 8-ə, 16-ya və s. Bu oldu bölmə qaydamız. Və gəldi bir növbəti vurma qaydası. Digər say sistemlərindən onlu say sisteminə keçmək. Yəni bu hissəni hamısı təmizləyim, qoy rahat olsun. Aha. Demək olar. 2'li, 8'li və 16 say sistemlərindən onluq say sisteminə keçmə. Bu zaman vurma qaydamız var. Bəs vurma qaydası nə deməkdir? Əvvəlcə biz baxaq 2'lidən onluğa keçmə. 2'dən 10'a. Nə etmək lazım? Bax, tutaq ki, verir ki 1, 0, 1, 1. Deyir, bunu çevir 2'lidən onluğa. Nə edirəm? Mən başlayıb sağdan sola doğru nömrələyirəm. Hardan? Sıfırdan başlayıb. Bax, sağdan sola doğru. 0, 1, 2, 3 nömrələdim. Hara qədərsə ora qədər nömrələmiş oldum. İndi nə edirəm? Bax, burada birinci simvol hansıdır? 1'dir. Düzdürmü? 1 vurulsun. 2 üstündə bunun qüvvəti 3. Sonra gəlməli. Bax, 0 gəlir. 0 vurulsun. 2 üstündə 2. Düzdürmü? Plus. Sonra gəlir 1. 1 vurulsun. 2 üstündə qüvvət nədir? 1'dir. 1 və sonuncu yəni 1'dir. 1 vurulsun. 2 üstündə 0. İndi baxaq ki bu nədir? 2 üstündə 3 8'dir. 0'a vuranda 0 dostlar bu sayılmır. 2 üstü 1 2'dir. 2 üstü 0 nədir? 1'dir. 1 vurulsun 1 1. 8 2 1 hamısının cəmi oldu nə? Oldu 11. Deməli bunu onluğa çevirəndə 11 alınmış olur. Bunu bildik. Bir dənə sizə buna bağlı bir sual vereyim. 1 1 0 1 1. Deyir bunu çevir hara? Onluğa. Onluğa çevirən zaman nə edirdik? Digərlərindən onluğa çevirən zaman sıfırdan başlayıb nömrələyirdik. Hardan? Sağdan sola doğru. 0, 1, 2, 3, 4. Hardan başlayıb? 1 ilə başlayıb. 1 vurulsun. 2 üstündə qüvvəti 4. Üstə gəl. Yenə 1 gəlir. Baxın 1'dir. 1 vurulsun. 2 üstündə qüvvəti 3. Sonra gəlir bizə 0. 0 vurulsun. 2 üstündə qüvvəti yəni 2. Sonra gəlir yenə 1. 1 vurulsun. 2 üstündə 1. Və sonuçta yəni 1'dir. 1 vurulsun 2 üstündə qüvvətləri 0. 0. Deməli 2 üstü 4 nə oldu? 16. 2 üstü 3 oldu 8. Burada 0 var deyə 0 sayılmır. 2 üstündə 1 oldu 2. 2 üstündə 0 oldu 1. 1 dəfə 1 1. Deməli 16 8 2 1 hamısının cəmi oldu 27. Deməli 1 1 0 1 1 2 say sistemində veriləndə bunu onluğa çevirən zaman 27 alınmış oldu. Və indi biz baxaq 8'likdən onluğa keçmə qaydasına. Yol eynidir. Yenə biz sağdan başlayıb sola doğru nömrələyirik. Tutaq ki verib ki
74. Harda? 8-likdədir. Bunu çevir onluğa. Nə edirdik? Üzərində 0, 1 yazılır. Tək fərqi nədir? Bax, 7 vurulsun, 7 ilə başlayır. Burada nədir? 8-dir. 8 üstündə 1 plus 4 vurulsun. 8 üstündə nə olmalıdır? 0 olmalı təbii ki. 0. Bax, 7 vur 8 üstündə 1 olur 56 plus 8 üstündə 0 nədir? 1-dir. 4 dəfə 1 4. 56 plus 4 oldu 60. Və salam. Bir dənə də deyək buna bağlı. Ta ki 2 6 8-likdə deyir. Bunu çevirin onluğa. Onluğa çevirdik, düzdürmü? 0 1 yazırıq. Yenə 2 vurulsun 8 üstündə 1 plus 6 vurulsun 8 üstündə 0. 2 dəfə 8 oldu 16. 8 üstündə 0 1 daha 6 və 1 6-dır. 16 plus 6 oldu 22 və salam inşallah. Bu qədər sadiyyə. Və nəhayət sonuncu qaydamız 16-lıqdan 10-luğa keçməyə baxırıq. Yenə bu həll yolu bunlarla eynidir. 16-lıqdan 10-luğa. Ta ki verib ki A 7 deyir. Bunu çevir 16-lıqdan 10-luğa. Nə edirdik? Yenə sağdan sola doğru nömrələyirdik. 0, 1. Hardan başlayır? A ilə başlayır. A vurulsun 16 üstü 1 plus 7 vurulsun 16 üstü 0. Bəs A-nın yerinə biz nə yazırdıq? 10 yazırdıq. Axı A 10'dur. Baxın uşaqlar. Deməli vurma, toplama, bölmə kimi hesab əməlləri veriləndə A-nın, B-nin, C-nin yerinə öz qiymətlərini yazmaq olar. Ta ki A vurulsun B-dirsə, mən 10 vur 11 yaza bilərəm. Çünki burada vurma var. Amma AB verirsə AB. Mən bunun yerinə 10 11 yaza bilmərəm. A plus B-dir, bax plus. Onda 10 plus 11 yaza bilərəm. Amma AB-də 10 11 yaza bilmərəm. Bunu yada saxlamaq lazımdır. Bunu yaddan çıxarmaq olmaz. Və baxırıq biz nəyə? Bax, vurma var deyə mən A-nın yerinə 10 yazdım. 10 dəfə 16 oldu 160. 16 üstü 0 nədir? 1-dir. 7 vurulsun 1 7. Oldu 160 plus 7 oldu 167. Bir dənə baxaq. Ta ki verib ki C 3 16'lıqda. Bunu çevirin 10'la, düzdürmü? Yenə 0 1 yazdım. Sağdan sola doğru. C vurulsun 16 üstündə 1. Sonra olmalıdır 3. 3 vurulsun 16 üstündə 0. Bəs C nəyə bərabər idi? A 10'dur. B 11'dir. C 12'dir. Mən C'nin yerinə 12 yazdım. 12 dəfə 16 plus 3 vurulsun 1. Çünki 16 üstü 0 1'dir. Düzdürmü? Deməli 12 vur 16 eləyir 192 plus 3 eləyir 195. Deməli C3 ədədi onluqda 195'e bərabər olmuş oldu. Bu oldu bizim ən əsas qaydalarımız. Hansı qaydalar? Biri oldu digər say sistemlərindən onluğa keçmə. Biz bu zaman nə edirdik? Yuxarısında 0 1 yazıb vururduq. Bir də var ki onluqdan digərlərinə keçmə. Biz bu zaman nə edirdik? Bölürdük. Niyə? 2'ye bölürdük, 8'e bölürdük və 16'ya bölürdük. Hansı say sisteminə keçiriksə, həmin say sisteminə bölmək lazımdır. Və bir də var bizim əlavə 1-2 qaydamız. Bəs əlavə qaydalarımız bizim nə idi? Gəlin onlara baxaq. Əlavə qaydalarımız deməli 16'lıqdan birbaşa 2'liyə keçmə, 2'likdən birbaşa 16'lığa keçmə, sonra 8'likdən birbaşa 2'liyə, 2'likdən birbaşa 8'liyə. Bunlar bizim əlavə qaydalarımızdır. Bax biz burada onlara baxmamışdıq. Yəni biz nə edirik? 16'lıqdan keçirdik 10'luğa, 10'luqdan keçirdik 2'liyə. Amma bir də var ki birbaşa 16'lıqdan 2'liyə keçmə qaydası və bunun tərsi var. Baxın, ta ki verib ki A 7 4. Deyir bunu 16'lıqdan çevir birbaşa 2'liyə. Biz nə edirik? Bax A 7 4 hər simvolu ayrı-ayrı yazırıq. A-nı ayrı, 7'ni ayrı, 4'ü ayrı. Sonra hər simvol üçün 8 4 2 1 yazırıq. Bu bir qaydadır. İndi soruşurlar ki bu hardan gəlir? Bu bir qaydadır. Bu dəyişməz bir qaydadır. 16'lıqdan 2'liyə keçmə qaydasıdır. Bax 8 4 2 1 8 4 2 1. Hamısı üçün bunu yazdıq. İndi mən baxıram ki A nədir? A 10'dur. Nəyi toplasam mənə 10 verər? 8 ilə 2'ni toplasam mənə 10 verər. Hansını toplamaq lazımdırsa onun yerinə 1 yazıram. Lazım deyilsə 0 yazıram. Bax 8 4 2 1'dən nəyi toplamaq lazımdır? 8 ilə 2'ni toplamaq lazım olduğu üçün
8 ilə 2-nin yerinə 1 yazdım. 4 ilə 1 mənə lazım olmadı. Onların yerinə 0 yazdım. 7-ni almaq üçün mən nəyi toplamalıyam? 4-ü, 2-ni, 1-i. 8 mənə lazım deyil. 8-in yerinə 0 yazdım. 4, 2, 1 mənə lazım deyil. Yerinə 1 yazdım. 4-ü almaq üçün mənə nə lazımdır? Bir dənə mənə bu 4 lazımdır. Qalanlar mənə lazım deyil. Onun üçün bir dənə o 4-ü yerinə 1 yazdım. 8, 2, 1 yerinə 0 yazdım. Cavabımız oldu bu. Baxın, bu hamısı bir yerdə oldu bizim cavabımız. 1, 0, 1, 0, 0, 1, 1, 1, 0, 1, 0, 0. Bu oldu bizim 16-lıqdan 2-liyə keçmə qaydamız. Çox bəsit bir qaydadır. Mən nə etdim? Hər simvolu ayrı-ayrı yazdım. Sonra hər simvol üçün 8, 4, 2, 1 yazdım. Bu simvol alınması üçün bu 4-ündən nəyi toplamaq lazımdırsa onun yerinə 1 yazdım. Lazım deyilsə onun yerinə 0 yazdım. Və bir də var ki, bunun tərsi. 2-likdən 8-liyə, daha doğrusu 2-likdən 16-lığa keçmə qaydası. Tutaq ki, verir ki 1, 0, 0, 1, 0, 1, 1, 1, 0, 0, 1, 1. Deyir, bunu çevirin 16-lığa. Bax, 16 nəyə bərabərdir? 2 üstü 4-ə bərabərdir, düzdür. 2 üstü 4. 2 üstü 4 olduğu üçün mən nə edirəm? Sağdan sola doğru bunu 4-4 qruplaşdırıram. Bax, 1, 2, 3, bu 4 dənəsi oldu bir qrup. Bu 4 dənəsi oldu bir qrup. Bu 4 dənəsi oldu bir qrup. Hər qrup üçün yenə 8, 4, 2, 1 yazıram. Bu bir qaydadır. 8, 4, 2, 1. Bayaqki qaydaya çox oxşuyur. Baxın, ancaq 1 üzərində olanları toplayıram. 1 üzərində 8 var, 1 üzərində 1 var. 8 ilə 1 cəmi nə oldu? 9. Sonra 1 üzərində olanlar 4'dür, 1 üzərində 2'dir, 1 üzərində 1'dir. 4, 2, 1 hamısının cəmi nə oldu? 7. Sonra 1'in üzərində olanlar 2'dir, 1'dir. Cəmi oldu 3. Deməli cavabımız oldu 9, 7, 3. Bu qədər sadə. Mən nə etdim? 4-4 qruplara ayırdım. Sonra 1'in üzərində olanları topladım. 8 ilə 1 oldu 9, 2 ilə 4, 2, 1 oldu 7, 2 ilə 1 oldu 3. Cavabımız oldu 973. Və bir də var ki, 8-likdən 2-liyə və 2-likdən 8-liyə keçid qaydaları. Bu qaydalar buna çox oxşuyur, çox sadə bir yollardır. Ta ki, verir ki, 7, 6, 3, 5. Harada? 8-likdə deyir, bunu çevir 2-liyə. Baxın, 16-lıqdan 2-liyə, 8-likdən 2-liyə. Bu qaydalar bir-birinə çox oxşardır, eynidir deyə bilərik. Ne edirik? Yenə mən hər simvolu ayrı-ayrı yazıram. 7'ni ayrı, 6'nı ayrı, 3'ü ayrı, 5'i ayrı. Hər simvol üçün 8, 4, 2, 1 yerinə bir dənə 4, 2, 1 yazıram. Və salam. 8 yazmıram, 4, 2, 1 yazıram. 4, 2, 1, 4, 2, 1, 4, 2, 1. 7 alınması üçün 4, 2, 1'dən nəyi toplamaq lazımdır? Hamısını. Hamısı yerine 1 yazdım. 1, 1, 1. 6 alınması üçün 4, 2, 1'dən nəyi toplamalıyam? 4-dən 2'ni. 4-dən 2'nin yerine 1 yazdım. 1 mənə lazım deyil, 0 yazdım. 3 alınması üçün mən nəyi toplamalıyam? 2'dən 1'i. 4 mənə lazım deyil. 4'ün yerine 0 yazdım. 2'dən 1 yerine 1 yazdım. 5 alınması üçün mən nəyi toplamalıyam? 4'dən 1'i. Onun üçün 4'dən 1'in yerine 1 yazdım. 2 mənə lazım deyil, onun yerine 0 yazdım. Oldu bu. Baxın. 1, 1, 1, 1, 1, 0, 0, 1, 1, 1, 0, 1. Və bir də var bunun əksi, 2-likdən 8-liyə keçmə qaydası. Bu qaydada 2-likdən 16-lığa keçmə qaydasından çox oxşardır, eynidir deyə bilərik. Tutaq ki, verib ki 1, 1, 0, 1, 1, 0, 0, 1, 1, 0, 1, 1. Deyir, bunu çevirin 8-ci say sisteminə. Bax, 16'ya keçəndə nə edirdim? 4-4 qruplara bölürdüm. Niyə? Çünki 16 bərabərdir 2 üstü 4 idi. 8 bəs nəyə bərabərdir? 2 üstü 3'dür. Deməli, bundan bir dənə fərqi budur ki, 3 qruplara bölməliyəm. Sağdan sola doğru. Bu bir qrup, bu bir qrup, bu bir qrup, bu bir qrup. Hər qrup deməli 4, 2, 1 yazıram üstündə. 4, 2, 1. 8, 4, 2, 1 hardaydı? 8, 4, 2, 1 qaydası 16'lıqda idi. Bir də var 4, 2, 1. Bu da hardadır? 8-likdədir. 4, 2, 1, 4, 2, 1. İndi bəs nə edirəm? Baxıram ki, birin üstündə nə varsa onları toplayıram. Bir üstündə 4 var, bir üstündə 2 var. Cəmi oldu 4 plus 2 oldu 6. Bir üstündə 4 var, 2 var. Cəmi oldu 6. Birin üstündə 2 var, birin üstündə 1 var. 2 ilə 1 cəmi oldu 3. Bir də birin üstündə 2 var, bir üstündə 1 var. Cəmi də oldu 3. 6, 6, 3, 3. Və bu da oldu bizim say sistemlərində keçid qaydaları.
Belə hörmətli tələbələr, deməli, bu videoda sizə qaranlıq qalan hansı yerlər varsa, həmin yerləri mənə yorumlarda bildirin, sizə köməklik eləyim. Əslində qaydalar çox rahatdır. Əgər sizə aydın olmarsa, bunu daha çox test yazmaq lazımdır. Test yazanda hər şey tam aydın olacaq. Onun üçün də nə edirsiniz? Testləri yazırsınız. Hansı testlər sizə alınmarsa, onları mənə sual verirsiniz. Mən sizə köməklik göstərərəm. Belə gələn videolarda görüşərik. Hələlik sağ olun.